Değerli izləyicilər, sizlərsən Binə Savxaz arasında gözəl, bağlı, bağçalı evimizin artıq çəkilişini aparırıq. Dostlar, evimiz yerləşir Binə Savxazda Ülvi Şadlıq Sarayı deyilən ərazidə, Qaraquzu restoranın yaxınlığında. 7 sotun içində 400 kvadrat, 602 mərtəbəli mini villamızın artıq çəkilişini aparırıq. Və gördüyünüz kimi belə bir geniş həyəti mövcuddur. 7 sotdan ibarətdir. Həyətinə 4-5 maşın yerləşir. Qoşadaşdan ibarətdir. İlk öncə tanış olduğumuz belə bir istəyən olsa özü üçün adlı kirayə üçün ev düzəldə bilər. Və yaxud da yay mətbəxti kimi istifadə edə bilər. Dostlar, bu hissədə yerləşir qaldırıb yeri. Keçə evlə tanış olaq inşallah. Allah, daxil olduqda belə bir geniş. Gördüğünüz kimi koridor bizi karşılayır. Yer istipoldan ibarətdir. Bu hissədə yerləşir hamam hissəsi və belə bir sentr qoşaq hissəsi mövcuddur. Dostlar, ilk öncə tanış olduğumuz belə bir geniş bir yataq otağı və ikinci geniş bir yataq otağı. Dostlar, və bu hissədə yerləşir geniş bir zalımız. Keçək mətbəxlə tanış olaq inşallah. Və geniş belə bir mətbəx hissəsi mövcuddur. Çox gözəl evdə. Həqiqətən də keçək ikinci mərtəbəni inşallah sizi tanış edək. Daxil olduqda ikinci mərtəbədə isə dostlar geniş bir zal bizi qarşılayır. Gördüyünüz kimi qoşadaşdan ibarətdir. Bir yataq otağı və ikinci belə bir geniş yataq otağı. Dostlar, 3 yataq otağı və sentr qoşaq hissəsi və sonda isə belə bir balkon. 7 sotun içində 400 kvadratlıq geniş ev axtaranların nəzərinə zəng edin və bu gözəl evin sahibi siz olun. Qiymət ekranda qeyd olunub. Salam değerli izleyiciler. Yeni hemen eşkinos olarak hal-hazırda sizlersen Binə Savxaz arasında dostlar Ülvi Şadlıq Sarayı deyilən ərazidə Qaraquzu restoranın yaxınlığında ideal, gözəl mini villamızın artıq çəkilişini aparırıq. Dostlar, 7 sotun içində belə bir bağlı bağçalı ev istəyənlərin nəzərində zəng edin və bu gözəl evin sahibi özünüz ola bilərsiniz. Gördüyünüz kimi belə bir tutmani yer ayrılıb, istəyən olsa kirəyə vermək mümkündür, istəyən olsa özü üçün yay mətbəxti yarada bilər. Tanış olaq vaxt itirmədən inşallah. Belə bir dostlar, banka otağı için güzel bir gardırop. Geçək evimizin arka hissəsiyle inşallah sizi tanış edək vaxt itirmədən. Çok ideal evde. Həqiqətən də inşallah kim alsa demə onlar jackpotu partlatdı da bir sözlə. Belə bir